OTK-nın 11-ci sinifləri üçün təşkil etdiyi blok sınaq imtahanında istifadə olunmuş sualların izahına baxırıq. Birinci sual. 2 üstündə loqaritma 5 əsasından x kvadratı vurulsun 3 üstündə loqaritma 5 əsasından x bərabərdir 144 tənliyini həll et. Deməli, loqaritmanın xəstəsinə görə 2 gəlir qarşıya, olur 2 üstündə 2 loqaritma 5 əsasından x vurulsun 3 üstündə loqaritma 5 əsasından x bərabərdir 144. Bu da olacaq 4 üstündə loqaritma 5 əsasından x vurulsun 3 üstündə loqaritma 5 əsasından x bərabərdir 144. Əsaslar müxtəlif, qüvvətlər isə eynidir deyənə bir əsasın qüvvəti şəklində yaza bilirik. Bu da olacaq 12 üstündə loqaritma 5 əsasından x bərabərdir 144, 12 üstü 2-dir. Əsaslar eynidir, qüvvətlər də bərabər olmalıdır. Loqaritma 5 əsasından x bərabərdir 2, x də bərabərdir 5 üstü 2 bərabərdir 25 olar. Doğru cavab Y variantı. İkinci sual. A bərabərdir kök altında 19, B bərabərdir kök altında 7 üstəgəl kök altında 2 və C bərabərdir kök altında 6 üstəgəl 2 ədədlərini müqayisə edin. Deməli, tərsləri ilə də müqayisə eləsək, 1 bölünsün kök altında 7 çıxılsın kök altında 2, 1 bölünsün kök altında 6 çıxılsın 2. Buradan da tam dəqiq hansı ədədin böyük, hansının kiçik olduğunu görə bilməyəcəyik. Ona görə də müqayisəni belə aparaq da kvadratlara yüksəldək, hər biri müsbət olduğundan. A kvadratı bərabərdir kök altında 19-un kvadratı, bu da bərabərdir 19. B kvadratına baxaq, kök altında 7 üstəgəl kök altında 2-nin kvadratı. Demək olacaq 7 üstəgəlinsin 2, üstəgəlinsin 2 kök altında 14. Bu da bərabərdir 9 üstəgəlinsin kök altında 2-ni də kökün altına salsaq 4 vur 14, 40, 56. C kvadratına baxırıq, 6-nın üstünə 4 gəldi. Ya da belə yazaq da 6 üstəgəl 4 üstəgəlinsin 4 kök altında 6. Bu da bərabərdir 10 üstəgəl 4-ün kvadratı 16 vur 6 üstəgəl kök altında 96. Deməli, indi 96-ya baxırıq. 96-nın tam hissəsi 9. 9-dan böyük ədəddir də, 9 ilə 10 arasında yerləşən ədəddir. 9-dan böyükdür. 10-un üstünə 9-dan böyük bir ədədi əlavə eləsək, 19-dan böyük bir ədəd alırıq. Deməli, C kvadratı A kvadratından böyükdür. 9 üstəgəl 56, 56 da 49-dan sonradır da, yəni 16 tam, təxminən 16 tam belə bir ədəd alınır. Bu da 19-dan kiçikdir. Deməli, belə olacaq da kiçikdir. Ən kiçik B kvadratıdır, sonra A kvadratıdır, ən böyüksü C kvadratıdır. Müsbət ədədlərdir deyənə kvadratlar üçün ödənən hissə özləri içində ödənəcək. C böyükdür A, böyükdür B. C böyükdür A, böyükdür B. Doğru cavab Y variantı. Üçüncü sual. Y kəmiyyəti Y bərabərdir 5AB bölünsün C düsturu ilə təyin olunur. A və B kəmiyyətlərini 40%, C-ni isə 5 dəfə azaltdıqda Y necə dəyişir? Y bərabərdir 5, A vurulsun B bölünsün C kimi təyin olunur. İndi deyilənləri də yazaq. Demək 5 vurulsun. A-nı 40% azaldıramsa, 40% C-ni isə 5 dəfə azaltdıq. 40% azaldıramsa, onda 60% qalır. Yazıram 0.6 A. Vurulsun B-ni də 40% azaltdım. O da oldu 0.6 B bölünsün C-ni də 5 dəfə azaltdım. C bölünsün 5. Bu bərabərdir. Deməli, belə olacaq. 5 vurulsun A vurulsun B bölünsün C. Bu məxrəzdəki 5 getdi surətə. Belə yazdım. Bunu da belə yazaq da. Vur 0.6 vur 0.6. Bu bizə Y kəmiyyətini verirdi burada. Yazdıq yerinə. Y vurulsun. 5-i 0.6-ya vursaq olacaq 3 vurulsun 0.6. Deməli 0.6. Bunu da 3-ə vursaq. Necə 1.8. 1.8 Y. 1.8-i də faizə çevirsək olacaq 180%. 180% bu o deməkdir ki, əvvəlcə özü 100 olub, 180% olubsa nə qədər dəyişdiyini müəyyənləşdiririk. Bu da 80% artar olar. Doğru cavab A variantı. Funksiyalarının qrafiklərinin təpə nöqtələrindən keçən düz xəttin tənliyini müəyyən edin.
Deməli, birinci parabolanın təpə nöqtəsi. Y bərabərdir A vurulsun x çıxılsın m-in kvadratı üstə gəlinsin n. M və n olurdu parabolanın təpə nöqtəsi. Deməli, birincidə olacaq 5, 7. İkincini də bu formada yazaq. X kvadratı üstə gəl 4x üstə gəl 4 çıxılsın 7. Bu bizə bunu verəcək. Bu da olur x üstə gəl 2-nin kvadratı çıxılsın 7. Təpə nöqtəsi olacaq -2, -7 nöqtəsi. İki nöqtədən keçən düz xəttin tənliyi şəklində də yaza bilərik və yaxud da ki, y bərabərdir kx plus b-nin qiymətlərini yerinə yazıb sistem tənliyi kimi də həll edə bilərik. Deməli, iki nöqtədən keçən düz xəttin tənliyi. Y çıxılsın y1 bölünsün y2 çıxılsın y1 bərabərdir x çıxılsın x1 bölünsün x2 çıxılsın x1 düsturundan istifadə edilir. x1 y1 x2 y2 y çıxılsın 7 y2 çıxılsın y1 -7 çıxılsın 7 bərabərdir. X çıxılsın 5 bölünsün -2 çıxılsın 5 y çıxılsın 7 bölünsün -14 bərabərdir. X çıxılsın 5 bölünsün -7. Bunları ixtisar aparsaq, burada 2 qalar, burada 1 qalar. Çarpaz vursaq, y çıxılsın 7 bərabərdir 2x çıxılsın 10. Y bərabərdir 2x çıxılsın 3. Doğru cavab C variantı. 5-ci sual tənliyi ilə verilmiş çevrənin mərkəzinin absis oxundan olan məsafəsini tapın. Deməli, çevrənin mərkəzi 5 vahid, A-sı bərabərdir 5, B-si bərabərdir -6-dır. Demək, çevrənin mərkəzi 5 vahid sağ tərəfə, 6 vahid aşağıdır. Bu çevrənin mərkəzidir. Radiusu da 9-a bərabərdir. Demək, buradan keçən belə bir çevrədir də. Radiusu 9-dur. Bizə isə absis oxuna qədər məsafəsi lazımdır. -6 nöqtəsindən absis oxuna qədər olan məsafə, yəni bu məsafə lazımdır. Bu da 6-ya bərabərdir. Doğru cavab Y variantı. O nöqtəsi ABC üçbucağının daxilinə çəkilmiş çevrənin mərkəzidir. Daxilinə çəkilmiş çevrənin mərkəzi təm bölənlərin kəsişmə nöqtəsidir. Yəni, bura alfa, bura alfa, bura beta, burada betadır. AOC 130 dərəcə olarsa, B bucağını tapın, burada oldu x. Deməli, yazırıq alfa üstə gəlinsin beta üstə gəlir 130 bərabərdir 180, alfa üstə gəl beta bərabərdir 50-dir. 2 alfa üstə gəlinsin 2 beta üstə gəlinsin x, bu da yenə 180-i verməlidir. Üç bucağın daxili bucaqlarının xassəsinə görə 2 alfa üstə gəl beta üstə gəl x bərabərdir 180, 50-ni yerinə yazsaq 100 üstə gəlinsin x bərabərdir 180, x də bərabərdir 80. Onlar doğru cavab Y variantı. İfadəsinin qiymətini tapın 2 üstə gəlinsin kök altında 2. Sinus kvadratı pi bölünsün 8. Pi bölünsün 8 pi böl 4-ün yarısıdır. Demək, düstur necədir? Sinus alfa böl 2 sinus kvadratı alfa böl 2 olurdu. 1 çıxılsın kosinus 2 alfa, yəni pi böl 4 bölünsün 2. Bu da bərabərdir. 2 üstə gəlinsin kök altında 2 vurulsun. 1 çıxılsın kök altında 2 bölünsün 2 böl 2. Bu da bərabərdir. 2 üstə gəlinsin kök altında 2 vurulsun. 2 də kök altında 2. 2 də 2 çıx kök altında 2 bölünsün 2. Bu da bərabərdir. 2 üstə gəl kök altında 2 vurulsun. 4-də 2 çıxılsın kök altında 2. A çıx B, A üstə gəl B düsturuna görə 4 çıxılsın 2 bölünsün 4. 2 bölünsün 4 bərabərdir. 2-də 1 olar. Doğru cavab A variantı. Kör bucağı iti bucağından 3 dəfə böyük olan bərabər yanlı trapesiyanın hündürlüyü oturacağının uzunluqlarını 4 və 10 cm olan hissəyə bölür. Trapesiyanın sahəsini tapın.
Deməli, bərabər kör bucağı iti bucağından 3 dəfə bölüşdür. Bura alfadır. Burada 3 alfa. Alfa üstə gəl 3 alfa bərabərdir 180. Alfa da bərabərdir 45. Bura oldu 45 dərəcə. İndi nədir? Deyir ki, hündürlüyü oturacağının uzunluqları 4 və 10 cm olan iki hissəyə bölünür. Bura 4 cm, burada 10 cm. Buradan da bir hündürlüyü endirsək, bu da 4 olacaq. Ortaya 6 qalır. Demək, yuxarı oturacaq 6-ya bərabərdir. Bura 45 dərəcədirsə, onda burada 45 olacaq. Çünki bura hündürlüyüdür. Onda hündürlük elə bu hissəyə bərabər olacaq. Bu da 4 olacaq. Ümumi oturacağın uzunluğunu tapmaq istəsək, 10 cm və 4 cm hissələrə bölüb deyənə, bu da olur 14. Demək, nəyi tapdıq? A bərabərdir 6, B bərabərdir 14, H bərabərdir 4. Bizə lazımdır trapesiyanın sahəsi. S bərabərdir 6 üstəgəl 14 bölünsün 2 vurulsun 4. 6 üstəgəl 14 20 böl 2. 10 vurulsun 4 bərabərdir 40. Doğru cavab Y variantı. M çoxhədlisinin dərəcəsi A, N çoxhədlisinin dərəcəsi B olarsa, 2M üstəgəl 3N vurulsun N çoxhədlisinin dərəcəsini tapın. A da B-dən böyükdür. A B-dən böyükdürsə, onda 2M üstəgəlinsin 3N çoxhədlisinin dərəcəsi ilə A-ya bərabər olacaq. Çünki qüvvəti kiçik olan yox, qüvvəti böyük olana bərabər olur. Demək, bunun qüvvəti oldu A. N-in də dərəcəsi B-dir. Bir-birinə vuranda olacaq A üstəgəl B dərəcə. 10-cu sual. Həcmi 288 pi olan kürənin səthinin sahəsini tapın. Kürənin həcmi 3/4 pi r kubu bərabərdir 288 pi. Pi'lər ixtisar getdi. Deməli, belə yazaq da 4r kubu bərabərdir 3 vurulsun 288. Bunu da 4-ə ixtisar aparsaq. R kubu bərabərdir 3 vurulsun. Demək, 7, bu da 2. 72, bu da bərabərdir 216. 216. Bu da R bərabərdir 6-dır. Radiusunu təyin elədik. Deyək, kürənin səthinin sahəsi lazımdır. S də bərabərdir 4 pi r kvadratı düsturu ilə tapılır. 4 vurulsun 6 kvadratı vurulsun pi. 4 vur 36 vur pi, bu da bərabərdir 144 pi olur. Doğru cavab D variantı. Bir tərəfi divara söykənən düzbucaqlı formalı sahənin digər 3 tərəfi hasarlanacaq. Bu 3 tərəfin uzunluqları cəmi 60 metr olarsa, ən böyük sahəli düzbucaqlının perimetrini tapın. Bura A deyirəm, bura da A olacaq, düzbucaqlı formalıdır, bura B olacaq. 2A üstəgəlinsin B bərabərdir 60-dır. Bu törəmənin tətbiqinə yazaq. Deməli, nə olacaq? Ən böyük sahə. S bərabərdir A vurulsun B-dir. Buradan da B-ni tapırıq. B bərabərdir 60 çıxılsın 2A. A vurulsun 60 çıxılsın 2A. Bu da bərabərdir 60A çıxılsın 2A kvadrat. Törəməsinin 0-a bərabər olduğu ən böyük olacaq. Demək, 60A çıxılsın 2A kvadratının törəməsi bərabərdir 0. 60 çıxılsın 4A bərabərdir 0. 4A bərabərdir 60. A da bərabərdir 15. A-nın qiymətini tapdıq. 15-ə bərabərdir. Onda B-nin qiymətini də buradan təyin eləyəcəyik də. B də bərabərdir 60 çıxılsın 2 vurulsun 15. O da bərabərdir 30. Ən böyük sahəli düzbucaqlının tərəfləri oldu 15 və 30. Burada düzbucaqlının perimetrini istəyir. Düzbucaqlının perimetrini istəyir də, yəni bu 2 vurulsun A üstəgəlinsin B formasında olacaq. Hasarın uzunluğu olsaydı 2A üstəgəlinsin B-ni tapardıq. Düzbucaqlının perimetrini istəyir də, yəni 2 vurulsun A üstəgəl B. Yəni 2 vurulsun 15 üstəgəlinsin 30. 45 vur 2, bu da bərabərdir 90. Doğru cavab D variantı. 12-ci sual. Şəkildə AB DY-yə paraleldir. ABC 130 dərəcədir. BCD 70 dərəcədir. CDY-ni tapın, burada alfadır.
Bu xətti davam elətdirsək, bura 130, burada olar 50. Alfa 3-bucağın xarici bucağı xassəsinə görə özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 50 üstə gəlinsin 70 bərabərdir 120-dir. Hazır düstur formasında da həll eləmək olar. 13-cü sual. A üstə gəlinsin 2B mənfi 3 olarsa ifadəsinin qiymətini tapın. Demək, ifadəni vuruqlarına ayıra bilərik də. A çıxılsın 1, A çıxılsın 2. Deməli, A kvadratı üstə gəl 2 çıxıcı. Aşağıdan da nə edirik? A-nı çıxartdıq birinci ikisindən, B üstə gəl 2. İkinci ikisindən də mənfi 2-ni çıxartsaq, yenə B üstə gəl 2 qalar. Bərabərdir. Deməli, A çıx 1, A çıx 2. Aşağıda da qaldı B üstə gəl 2. A çıx 2. A mənfi 2-dən fərqlidir deyənə A çıx 2-lər ixtisar olundu. Qaldı A çıxılsın 1, B üstə gəl 2. İndi buradan ya A-nı ya da B-ni əvəz edirik. A-nı əvəz eləmək daha sadədir deyənə A-nı əvəz eləyək. Olacaq mənfi 3 çıxılsın 2B çıxılsın 1. Bu A-nın qiymətidir, gətirib yerinə yazdıq. B üstə gəl 2. Bu da bərabərdir. Deməli oldu mənfi 4 çıxılsın 2B, B üstə gəl 2. Mənfi 2-ni çıxartdığım ötərici xaricinə qaldı 2. Üstə gəlinsin B, B üstə gəl 2. B də mənfi 2-dən fərqlidir deyən bunları da ixtisar aparır. Qalır mənfi 2. Doğru cavab Y variantı. İfadəsini sadələşdirin. Bunu kvadrata yüksəldirik. 1 üstə gəlinsin 2 üstə gəlinsin I kvadratı. Bu da 2 çıxılsın I. I kvadratı mənfi 1-dir. 1-dən getdi, qaldı 2I vurulsun 2 çıxılsın I. Vurub mötərizəni açsaq 4i çıxılsın 2i kvadratı. I kvadratı mənfi 1-dir. Olar 2 üstə gəlinsin 4i. Doğru cavab A variantı. Yan səthinin sahəsi 72 olan düzgün 4 bucaqlı prizmanın diaqonal kəsiyinin sahəsini tapın. Deməli, düzgün 4 bucaqlıdırsa oturacağı kvadratdır. O da olur P oturacağı vurulsun H bərabərdir 72. Düzgün 4 bucaqlıdır deyənə 4A vurulsun H bərabərdir 72. A vurulsun H bərabərdir 18 olur. İndi bizə diaqonal kəsiyi lazımdır. 4 bucaqlının da diaqonalı A kök altında 2-yə bərabərdir. Deməli, bizə S diaqonal kəsiyi lazım idi. A vurulsun H vurulsun kök altında 2-dir. Bu da 18 olduğundan 18 kök altında 2 olar. Doğru cavab Y variantı. Tənliyinin mənfi pi parçasındakı köklərinin sayını tapın. 2 vurulsun. Kosinus kvadratının yerinə yazırıq. 1 üstə gəl 2, 1 üstə gəl kosinus 2x bölünsün 2 bərabərdir 2-də 3. 1 üstə gəlinsin kosinus 2x bərabərdir 2-də 3. Buradan da alınırıq ki, kosinus 2x bərabərdir 2-də 1-dir. Kosinus tənliyi belə olur. 2x bərabərdir plus minus kosinus 2-də 1. Kosinus da 2-də 1-i alır 60-da pi bölünsün 3. Üstə gəlinsin 2 pi k. Hər tərəfini 2-yə bölsək x bərabərdir plus minus pi bölünsün 6. Üstə gəlinsin pi k. Bunları bucağına yazaq. 180, mənfi 180, 180. Bunu da bucağına yazsaq olacaq. X bərabərdir plus minus 30 dərəcə üstə gəlinsin 180 dərəcə vurulsun k. Mənfi 1-dən başlayaq. Mənfi 1-i yerinə yazsaq k bərabərdir mənfi 1. X bərabərdir. Demək, mənfi 1-i yerinə yazsaq müsbət 30 olsa mənfi 180 üstə gəl 30 mənfi 150. Mənfi 30 olsa mənfi 210. K-nın yerinə 0 yazırıq. X bərabər olur bir dəfə müsbət 30-a, bir dəfə də mənfi 30-a. K-nın yerinə 1 yazırıq. Digərlərin yoxlamamaq səbəbi bu aralığa düşmür, ona görə yoxlamırıq. K-nın yerinə 1 yazsaq, müsbət 30 olsa 210 olar. Mənfi 30 olsa 150 olar. Bizə lazımdır mənfi 180 və 180 aralığına düşən qiymətlər. 1, 2, 3, 4 dənə qiymət. Burada 2x bölünsün x çıxılsın 6 kiçikdir bərabərdir 1 bərabərsizliyinin tam həllərinin sayını tapmaq lazımdır. 1-i keçirdik sol tərəfə. 2x bölünsün x çıxılsın 6 çıxılsın 1 kiçikdir bərabərdir 0.
ortaq məxrəcə gətirdik. X çıxılsın 6, 2x çıxılsın x üstəgəl 6 kiçikdir bərabərdir 0. Yuxarıda alınacaq x çıxılsın x üstəgəl 6, x çıxılsın 6 kiçikdir bərabərdir 0. İntervallar üsulu ilə həll eləyək. Köklər oldu -6 və 6. Burada bir şeyə diqqət yetiririk. -6 daxil olan qiymətdir. -6 isə məxrəcdə olduğuna görə daxil olmayan qiymət. İntervallara böldük. Tutaq ki, 7 qiyməti yazsaq. Müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik hissə lazımdır. -6-dan 6-ya kimi. Demək, -6 daxildir. 6 daxil deyil. Buradakı tam həllərin sayı lazımdır. Mənfilər 6 dənə. 0, 1 dənə. Müsbətlər də 5 dənə. Bərabərdir 12 dənə. Çünki 6-nın özü daxil deyil. 18-ci sual A1 verilib və D bərabərdir -0.7 olan ədədi silsilənin AN kiçikdir -10 şərtini ödən ilk həddini tapın. Deməli, indi burada AN düsturunu yazırıq. AN bərabərdir A1 üstə gəlinsin, N çıxılsın 1 vurulsun D. Bunun kiçikdir -10 olmalıdır. Qiymətlərin yazdığı yerinə 8,7 birbaşa çıxılsın yazaq. Çıxılsın 0,7 vurulsun. N çıxılsın 1 kiçikdir -10. 8,7-ni keçirdiyimizə -0,7. N çıxılsın 1 kiçikdir. Deməli oldu -18,7. -10-a vuraq hər tərəf. 7, N çıxılsın 1, işarə dəyişdi əksinə, oldu 187. 187-ni 7-yə bölək. Deməli, 2 dəfə 7, 14, 47, 47. 6, 6 dəfə 7, 42, 5. Deməli oldu, N çıxılsın 1 böyükdür 26,7-də 5-dən. Onda N də böyükdür 27,7-də 5-dən. Ədədi silsilədə deyənə N bərabərdir 28 olacaq. Ən kiçiyi lazımdır da ilk hədd. Demək, A28-i tapmalıyıq. Bu da bərabərdir. A1 üstə gəlinsin 27 vurulsun D. Bu da bərabərdir 8,7 üstə gəlinsin 27 vurulsun -0,7. Bu da bərabərdir 8,7 çıxılsın 27-ni vururuq 0,7-yə. 7 dəfə 7, 9, 4 yadda. Bu da 18. Bu da bərabərdir -10,2. Doğru cavab A variantı. Limiti hesablayın. Burada kökaltı ifadə var deyənə məxrəci də 0-a çevirir, surəti də 0-a çevirir. L'Hopital qaydasını tətbiq eləyə bilərik, həm də qoşmasına vurub bölməklə də həll eləyə bilərik. Limit x yaxınlaşanda 3-ə, surətin qoşmasına vurub böləcəyik. Kök altında x üstəgəl 1 çıxılsın 2, kök altında x üstəgəl 1 üstəgəl 2-yə surət və məxrəcini vurduq. X çıxılsın 3, kök altında x üstəgəl 1 üstəgəl 2. Surətdə a çıx b a üstəgəl b-dir deyənə alırıq limit x yaxınlaşanda 3-ə. X üstəgəl 1 çıxılsın 4. X çıxılsın 3, kök altında x üstəgəl 1 üstəgəl 2. Bunlar ixtisar olundu. Qaldı limit x yaxınlaşanda 3-ə 1 bölünsün. Kök altında x üstəgəl 1 üstəgəl 2. 3-ü yerinə yazsaq eləyir kök altında 4. Kök altda 4-dən 2 çıxır. 2 üstəgəl 2. Bu da elədir 4-də 1. Doğru cavab A variantı. 7-yə bölünən 2 rəqəmli ədədlər sırasında ən böyük fərqi tapın. 7-yə bölünən 2 rəqəmli ədədlər 14-dən başlayır. 28, 42 hamısını yazaq. 56, 70, 84, 98. Bitdi. Burada ən böyük fərq 98 çıxılsın 14-dür. Bu da bərabərdir 84 edər. Tənliklər sistemindən x kvadratı üstəgəl y kvadratı ifadəsinin qiymətini tapın. Bu da x üstəgəl y-in kvadratı çıxılsın 2xy-dir. Qiymətin yerinə yazdıq 11-in kvadratı çıxılsın 2 vur 18. 121 çıx 36 bərabərdir 85 olar. Doğru cavab C variantı. Vektorlar arasındakı bucağı tapın.
Demək, kosinus alfa bərabər idi. A vurulsun B skalyar hasili bölünsün A-nın modulu vurulsun B-nin modulu. Skalyar hasilini tapırıq. 2 vurulsun 6 üstə gəlinsin 4 vurulsun -3. Bir də uzunluqlarını tapırıq. Burada heç uzunluqları tapmağa ehtiyac yoxdur da. Kosinus alfa 0-dırsa, deməli skalyar hasili 0-dırsa bunlar perpendikulyardır. Perpendikulyar vektorlar arasındakı bucaq da 90 dərəcə olar. Funksiyalarının qrafiklərinə əsasən 5a üstəgəl b ifadəsinin qiymətini tapın. A, y oxunu kəsdiyi nöqtədir. Y oxunu kəsdiyi yerdə x 0-a bərabərdir. Aparıb yazırıq x-in yerinə 0. X-in yerinə 0 yazsaq, hər ikisində göründüyü kimi 1 olduğundan 1 üstəgəl 2, 3. 3-ə bərabər olur. Demək, bura oldu 3. A bərabərdir 3. İndi B-ni necə tapırıq? Gx funksiyasına görə təyin edəcəyik. X, B olanda y6 olur. Gx funksiyasında. X, B olanda y6 olur. 6 bərabərdir. 2-də 1 üstündə B üstəgəl 2. 2-də 1 üstündə B bərabərdir 4. 4-də 2-də 1 üstündə -2-dir. Onda B də bərabərdir -2 olar. Bizə də lazımdır 5a üstəgəl B. 5 vurulsun 3 üstəgəlinsin -2. 15 çıx 2 bərabərdir 13 olar. 24 xətti bucağı 60 dərəcə olan ikiyüzlü bucağın daxilində götürülmüş nöqtədən hər iki üzdən 18 sm məsafədədir. Burada 18-dir, burada 18-dir. Bu nöqtədən tilə qədər məsafəni tapın. Demək, ikiyüzlü bucaq 60 dərəcədirsə, onda bunlar olacaq 30 dərəcə. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda hipotenuz, yəni nöqtədən tilə qədər məsafə 36-ya bərabər olar. Parabola və absis oxu ilə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli, bu göründüyü kimi simmetrikdir. Onda belə deyirik də, x oxu üzərində hərəkət eləmir. Y bərabərdir a vurulsun x kvadratı üstə gəlinsin 12-dir. Və x-in yerinə 2 yazanda y 0 olur. Necə ki, x-in yerinə 0 yazanda y 12 olub, eyni qaydada x-in yerinə 2 yazanda y 0 olur. 0 bərabərdir a vurulsun 4, 2-nin kvadratı üstə gəl 12. Buradan da a bərabərdir -3 olduğunu alırıq. Funksiyamız y bərabərdir -3x kvadratı üstə gəlinsin 12-dir. Sərhədlər -2-dən 2-yə kimi -3x kvadratı üstə gəlinsin 12 dx. Bu da bərabərdir. İndi bu olacaq -x kubu üstə gəlinsin 12x. -3x kubu. Bu oldu -2-dən 2-yə qədər. -2-ni yazdıq yerinə oldu -8 üstə gəl 24 çıxılsın. -2-ni yazdıq yerinə -2-nin kvadratı. Birbaşa müsbət 8 yazaq. Çıxılsın 24 bərabərdir. Deməli, bu da olacaq 16 çıx -16, yəni üstə gəl 16 bərabərdir 32. Bu bir. Digər tərəfdən bu funksiya cüt funksiya olduğundan cüt funksiyanın xassəsinə görə 2 vurulsun 0-dan 2-yə qədər düsturu ilə də hesablamaq olardı. 26. Perimetri 24 kök altında 3 olan rombun kiçik diaqonalı tərəfi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Rombun kiçik diaqonalı tərəfi ilə 60 dərəcəli bucaq. Onda burada 60-dır. Çünki rombun tərəfləri bir-birinə bərabərdir. Burada 60-dır. Perimetr 4a-dır. 24 kök altında 3-ə bərabərdir. A da bərabərdir 6 kök altında 3. 6 kök altında 3, 6 kök altında 3, 6 kök altında 3. İndi bizə deyir ki, rombun böyük diaqonalını tapın. Rombun böyük diaqonalını seçdim. Rombun diaqonalları qarşılıqlı perpendikulyardır. Buna bir dənə bu bərabər tərəfli üçbucağın hündürlüyü kimi baxa bilərik. Bərabər tərəfli üçbucağın hündürlüyü h bərabərdir a kök altında 3 bölünsün 2-dir.
Bu da bərabərdir. 6 kök altında 3 vurulsun, kök altında 3 bölünsün 2 bərabərdir 9'dur. Onda diagonal da 2 dənə h-dan ibarətdir. 2 vurulsun h bərabərdir 18 olar. Bu düsturla da yaza bilərdik. D1'in kvadratı üstəgəl D2'nin kvadratı bərabərdir 4a kvadrat. A bəlli, D-nin də biri bəllidir. Bu düsturla da hesablayıb tapa bilərdik. Uyğunluğu müəyyən edin. A bərabərdir 54, B bərabərdir 77. Əbob əkoblardır deyənə sadə vurğularını ayırırıq. Birinci 54, 2, 27, 3, 9, 3, 3, 3, 1. 77, 7, 11, 11, 1. Deməli bunlar ortaq vurğu yoxdur, qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. 1-ə bərabərdir. Əkobu isə hasilinə bərabərdir. Demək 1-ə uyğun oldu B-yə. 28 ilə 112. 112 28-in 4 mislidir də 56. 4 mislidir. Bir ədəd digərini böləndirsə, əkobu böyüsünə, əbobu isə kiçiyinə bərabərdir də. Yəni 28 ilə 112-nin əbobu bizə 28-i, yəni A-nı verir. Əkobu isə 112-ni verəcək, yəni B-ni verəcək. 24 ilə 36, 24 ilə 36 hər ikisinin ən kiçik bölünəni 72 olacaq. Buna da uyğundur C. Bu da 12 vurulsun 2, 12 vurulsun 3'dür. 12 vurulsun 6, 72. 3'ə də uyğun oldu C. 28. Mərkəzi O nöqtəsində olan çevrənin daxilinə çəkilmiş ABCD trapesiyasında BC 9, AD 15 olarsa onun hündürlüyünü tapın. AC diagonalını çəkdik. Buradan bir dənə hündürlük endirsək. Hündürlük endirsək. Bu hündürlük bizə nə verir? Demək buradan da bir dənə hündürlük endirsək, ortada qalar 9, bura olar 3, burada olar 3. Onda belə çıxır ki, bura olacaq 3, bura olacaq 6. Bizə də bu hündürlük lazımdır. H kvadratı düzbucaqlıdır. Hardan bildik? Diametrə söykənib. H kvadratı bərabərdir MN düsturuna görə. Burada oldu 12 olacaq da bütövlükdə. Deməli, yazacaq H kvadratı bərabərdir 3 vurulsun 12. H kvadratı bərabərdir 36. H da bərabərdir 6 olar. Qatar 24 km yolda ilkin sürəti 20 km artırmaqla 6 dəqiqəlik gecikməni aradan qaldırdı. Qatarın ilkin sürətini tapın, kilometr bölünsün saat. Deməli, burada 6 dəqiqəni çevirək saata. 6 vurulsun 60'da 1 bərabərdir 10'da 1 saat. Qatar V sürətindən gedirdi. 24'ü böldüm V-yə. Sonra sürətini artırdı. Bu 24 kilometr. 24 kilometr yolda. Sürətini 20 artırdı, oldu V üstəgəlinsin 20. kilometri böldüm əvvəlki gedəcəyi sürətə. Bu zaman sonra 24'ü böldüm sürətini artırdı. Bu fərq bizə verəcək 10'da 1 saatı. Bir də bax, ümumi 24 kilometr yoldur. V sürəti ilə gedir. Bu bizə verdi müəyyən bir zamanı. Amma bu 6 dəqiqəlik gecikmə ilə olur. İndi 24'ü bölürəm yeni sürətə, artırılmış sürətə. V üstəgəl 20'yə. Bu fərq bizə o 6 dəqiqəni, yəni 10'da 1 saatı verir. Qatarın ilkin sürətini, yəni V-ni tapmalıyıq. Ortaq məxrəci gətirdik. V vurulsun, V üstəgəlinsin 20. Birbaşa yazaq da 24 V üstəgəlinsin 480 çıxılsın 24 V bərabərdir 10'da 1. Bunlar getdi, çarpaz vurduq. V kvadratı üstəgəlinsin 20 V çıxılsın 4800 bərabərdir 0. 4800'də 60 ilə 80 olar da V1, V2. Deməli, hasili 4800, cəmi də -20. -80,
müsbət 60, mənfi 80 sürət ola bilməz. Kənar köçdü. Deməli, ilkin sürət V bərabərdir 60 km bölünsün saat. 30-cu sual. Çevrə düzbucaqlı üçbucağın hipotenuzuna və katetlərinin uzantısına toxunur. İsbat edin ki, bu çevrənin diametri üçbucağın perimetrinə bərabərdir. Bura dedik A, bura B. Toxunanın xassəsinə görə bura bir x desək, burada x olur. Bura bir y desək, burada y olur. C tərəfi x üstəgəl y-ə bərabərdir. Sonra nə edirik? Radiusları çəkdik. Toxunana perpendikulyar olur radius. Burada 90 dərəcə, burada 90 dərəcə, burada 90 dərəcə, burada 90 dərəcə olacaq. Bunlar hər ikisi r-dir, onda bu kvadratdır. Kvadratdırsa nə yazıram? R bərabərdir A üstəgəl x yazıram. R bərabərdir B üstəgəlinsin y yazıram. Sonra nə edirəm? Bunu tərəf-tərəfə topladım. 2R bərabərdir A üstəgəlinsin B üstəgəl x üstəgəl y-dir. Buradan qeyd eləmişik, x üstəgəl y bizə C-ni verir. Onda olur 2R bərabərdir A üstəgəlinsin B üstəgəlinsin C-dir. 2R diametri, A üstəgəl B üstəgəl C də perimetri verir. Deməli, bu çevrənin diametrinin üçbucağın perimetrinə bərabər olduğunu isbat etdik. İkinci blokda situasiya suallarına baxaq. Deməli, bizə nə deyir? Şagirdlər sahəsi 3200 kvadrat santimetr olan kardondan tam istifadə edərək düzbucaqlı paralelipiped formasında hədiyyə qutusu hazırladılar. Qutunun hündürlüyü 20 cm bərabərdir. Deməli, bir dənə düzbucaqlı paralelipiped formasında qutu. Hündürlüyü 20-yə bərabərdir. Oturacağının uzunluğu enindən 10 cm böyükdür. Bura x yazdım. Burada 10 üstəgəl x yazdım. Hazırlanmış qutuya tilinin uzunluğu 10 cm olan mümkün qədər çox kiçik kub formalı bağlamalar yerləşdirilmişdir. Bağlamalardan üçü qırmızı, qalanları isə yaşıl rəngdədir. Hədiyyə qutusunun yan səthinin sahəsini tapın. Yan səthinin sahəsi. Deməli, bunun tam səthinin sahəsi 3200-dür. Bunu necə yazırıq? 2 vurulsun. X vur 20. 20x. Üstə gəlinsin. 20 vurulsun. 10 üstəgəl x. Üstə gəlinsin. X vurulsun. 10 üstəgəl x. Bərabərdir 3200. Buradan hər tərəfini 2-yə böldü. 20x üstə gəlinsin 200, üstə gəl 20x, üstə gəlinsin x kvadrat, üstə gəl 10x bərabərdir 1600. X kvadratı üstə gəl 50x çıxılsın 1400 bərabərdir 0. İndi hasili 1400. Mənfi 1400. Cəmi də 50, mənfi 50 olan 2 dənə ədəd axtarırıq ki, bunlar da x1 bərabərdir. Deməli, mənfi 70 olar. x2 də bərabərdir 20 olar. Mənfi 70 tərəf olmaz. Onda x2 bərabər oldu 20-yə. Demək, bura 20-dir. Burada onda 30 olar. Bizə yan səthinin sahəsi lazımdır. Yan səthinin sahəsi. S yan bərabərdir. P oturacaq. P oturacaq. Yəni 2 vurulsun 20 üstəgəl 30. Vurulsun H. H da 20-dir. Bu da bərabərdir. 50 vur 2 100. 100 vur 20 2000. Bu yan səthinin sahəsi təyin elədik. Qutuya yerləşdirilən bağlamaların sayını tapın. Buradakı bağlamaların sayı 10 cm böyüklüyündə olan bağlamalar yerləşdirilibdir. Yəni, bura yerləşdiriləcək 2 dənə hündürlük, 2 dənə. Birdən 10 cm, birdən 10 cm. Burada 2 dənə,
Bura yerləşəcək 3 dənə. Deməli 3, 2, 2. Bağlamaların sayı 12 bağlama. Ümumi bağlamaların sayı 12 ədəd olacaq. Bağlamalardan da 3-ü qırmızıdır. İndi görək 30-cu sualda nədir? Qutudan təsadüfi seçilən 2 bağlamanın eyni rəngdə olması hadisəsi. Deməli 12 bağlama var, 12 bağlama. 3 qırmızı, 9 yaşıl. Qutudan təsadüfi seçilən 2 bağlamanın eyni rəngdə olması hadisəsinin ehtimalını tapın. Eyni rəngdə, yəni hər ikisi qırmızı və ya hər ikisi yaşıl. Burada və ya olduğuna görə toplama qaydasını tətbiq edəcəyik. Deməli, PA bərabərdir. Məxrəcdə 2 dənəsini götürürük, 12 dənə bağlamadan 12-dən 2. Hər ikisinin qırmızı olması 3-dən 2, üstəgəlinsin hər ikisinin yaşıl olması 9-dan 2. Bu da bərabərdir. 3-dən 2 ilə 3-ə bərabərdir. 9-dan 2. 9 vurulsun 8, bölünsün 2. 36, 12-dən 2, 12 vurulsun 11, bölünsün 2, 66. Bərabərdir. 39, bölünsün 66. 3-ə ixtisar aparsaq 13, 22. Hadisənin ehtimalı 22-də 13-ə bərabər olar.